onların birliyi naminə, rihlətə bu səfər deməkdir, əş-şitəi qış deməkdir, əs-sayf isə yaz deməkdir. Demək, onların qış və yaz demək, yolçuluğun, yəni səfərlərinin nəyi naminə? Birliyi naminə. Demək, iləfihim, iləfidən bədəldir. Yəni, bax, birinci buradakı iləfi var idi, ondan bədəldir. Yəni, bədəl nə deməkdir? Bu iləfiyə qrammatik cəhətdən tabedir. Ona görə bunun adına bədəl deyirlər, açıqlanan deyirlər. Və muzafdır. İləfi burada izafətin birinci tərəfidir. Demək, muzaf. Him isə izafətin ikinci tərəfidir. Yəni, bunun nəyidir? Təyinidir. Bir də təkrar edirəm. İləfi izafətin birinci tərəfi, təyinlənən tərəfi. Him isə nədir? Təyindir. Rihlətə, yəni səfər deməkdir və yaxud yolçuluğunda mənasında da var. Demək, məf'uldur, yəni vasitəsiz tamamlıqdır və məf'uldur.